İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bugün səhər polis əməkdaşları onun evində axtarış aparıblar. İstanbul Baş Prokurorluğunun yaydığı məlumata görə Əkrəm İmamoğlu və daha 7 nəfər barəsində PKK terror təşkilatına yardım etmək ittihamı ilə saxlanılma qərarı çıxarılıb. İmamoğlu sosial media hesabında video müraciət yayaraq məlumatı təsdiqləyib. İstanbul Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərən və bələdiyyənin fəaliyyətinin təbliğatı ilə məşğul olan Media AŞ-nin idarə heyətinin sədri Murad Onqunun da saxlanıldığı bildirilir. Türkiyə mətbuatı yazır ki, 100-dən çox iş adamı və jurnalistin saxlanılması barədə qərar verilib. İstanbulda bəzi metro stansiyaları bağlanıb. Digər tərəfdən İstanbulda 4 gün martın 19-undan 23-nədək hər cür toplantı, aksiya və mətbuata bəyanatlar qadağan edilib. Qeyd edək ki, ötən gün İstanbul Universiteti İmamoğlu'nun bakalavr diplomunun ləğv edilməsi barədə qərar verib. Xatırladaq ki, İmamoğlu martın 23-də Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədinin müəyyənləşəcəyi partiya daxili seçkiyə hazırlaşırdı. O, CHP-nin prezidentliyə ən böyük namizədi hesab olunur.